Demək, gəldik sual 4-ə. Belə bir subnet mask verib, deyir ki, how many hosts are supported? Neçə dənə host dəstəklir. Yəni bu blok sayısı demir əslində, usable IP adres deyir. Çünki host telefonunuz, kompüteriniz və s. network adresindən broadcast adresinə bu ikisi qoşula bilmir. Ona görə 2 düsturumuz 2/k çıx 2-dir. K burada host bitlərin sayıdır. İndi tək şeyimiz host bitləri tapmaqdır. Host bitləri tapandan sonra cavab çıxacaq. Host bitləri tapmaq üçün də prefixlə versəydi işimiz çox asan olurdu. Məsələn, prefix 20 versəydi 32-dən 20 çıxardacaqdıq. 12 və salam. Amma belə verib də işimiz biraz uzundur. Bunu çeviririk 2-liyə. 2-liyə çevriləndə 1, 1, 1, 1, 1, 1, 8-dən 1 olur. 255-ci 2-lidə 8-dən 1, 1, 2, 3, 4, 5, 6, 7, 8. Control, duplicate. Bunlar biraz əri oldu amma. Yəni yola verin də. 224-ü çevirəndə 8-liyə. Daha doğrusu 2-liyə. Burada bayaq videoda çevirdim. Prosto bir dənə şey deməyi unutdum. Yox, videonu çöp atdıq. 224-ü 2-liyə çevirəndə bu belə bir şey olur. 1, 1, 1, 0, 0, 0, 0, 0. Məsələ görürsünüz. Bizə host bitlərin sayı sağdakı sıfırların sayıdır. Sağdakı sıfırlar sayırıq. 1, 2, 3, 4, 5. Demək ki, K-mız 5-dir. Düsturda yerinə qoyanda 2/5 çıxır ki, 30. 30 dənə host bit var. Ümumi IP 32 dənə, ümumi networkdə 32 dənə IP adres var. Amma bunlardan biri network adresi olaraq ayrılıb. Biri broadcast adres olaraq ayrılıb. Hostlara, yəni kompüterlərə, telefonlara 30 dənə IP adres qalıb.